Herkese selam. Arkadaşlar nasılsınız? Nasılsınız? İyi misiniz? Ahır çarşambamız bir daha mübarek. Bugün ahır çarşambanın sabahsıdır. Şəhriyarın bacısı gildən qayıtmışıq. Əsnad qaldı nakuşla. Uşaqlarla biraz vaxt keçirdik. Ne adı ahır çarşambadır? Axırıncı çarşambadır ona görə. Necə aklınında? Çocuk televizyon sındırmak ister. Da bitirdim, çarşamba bitirəcək. Neçə ildə ahırdaydı? Yox axı aşkım, dünən axır çərşənbə oldu. Nəysə, bugün çox maraqlı bir video bizləri gözləyir. Nəyə görə? Evə təzə gəlmişik Nakuşgildən və ilk öncə mən yeməyi qoyuram bişməyə. Yeməyimiz bişənə qədər çox maraqlı bir oyun oynayacağıq. Uşaqları oturtduracağıq stulda. Şəhriyar ya mən arxalarında 2 dənə paltar qoyacağıq. Sağ mı, sol mu? Aksesuar qoyacağıq. Sağ mı, sol mu? Ayda şansıma küsüm. Ayaqqabı qoyacağıq. Sağ mı, sol mu? Və nəyi seçsələr o videoda çölə çıxardacağıq. Neyse aşkım gezmeye. Evet, o videoda çıxacaqsınız çölə. Ata şalvarını koymayasın. Hətta iddiamı qaldırıram, bəlkə Şəhriyarla bizi də o videoda oynatdırıb çıxartdıq çölə. İndi görək. Nasıl ata fotoğrafın Jane'sen de bir qərbi yok. Nasıl Jane'sen? İndi görək kimin bəxtinə artıq nə düşəcəksə, çox maraqlı və gülməli oyun bizi gözləyir. İndi isə evə gəlmişkən qəşəng yeməyimizi hazırlayaq. Bugün uşaqlar üçün həm faydalı, həm uşaqların sevəcəyi bir salat hazırlayacağım ilk dəfə. Bir de orası isti ki. Ofuş atan patılan Jane'ir. Yani bir farkı yok. İşte yanan bu hikayədə yanan siz oldunuz. Ya gel bilsin belediye. Sen patlanan bizim patlamamız. O biraz güzəşdə gedə bilərəm o Çünkü mövzuda. ata şalvarın biz Jane'si geriye bilməyəcəyik. Yaxşı, tamam. Oralarını düşünəcəm sizin üçün. İndi mən gedirəm mətbəxə, yemək bişirməyə. Ben de her zaman sizi bir turşunu yiyeceğim. Evet, bugün deməli uşaqlardan soruşdum nə bişirim. Dedilər ki, soğuz bişir, yanında salat zad olsun, qəşəng oturaq yeyək içək. Bugün soğuz bişirəm. Yanında da qəşəng salat, uşaqlar da aldıqlarımızı yerləşdirir. Evet arkadaşlar, yemeği koydum pişmeye. Soğuz bişirmişik bugün. Bayaq bilmirəm dedim yoxsa yox. Artıq yeməyimiz bişmə mərhələsindədir. Ona kimi keçid eləmək istəyirəm oyuna. Arkadaşlar, birinci qurbanımız kimdir? Məryəm xanım Fərədzadə. Məryəmi oturtmuşuq bura. Məryəmə bir tərəfdə öz geyimlərini seçmişik. Bir tərəfdə isə Şəhriyarın ayaqqabısı, çanta əvəzinə içi kartof qabıqları ilə dolu zibil kloku, mənim şalvarım və pencəyim. Bir tərəfdə isə Məryəmin öz paltarları. Gəlin baxaq görək Məryəm görmədən sağ-sol seçərkən öz paltarlarını seçib şanslı mı olacaq, yoxsa mənim paltarlarımı seçib zibil kloku ilə çölə mi çıxacaq? Məryəm, onu deyə bilərəm ki, sən başıma oynayacaqsan. Daha Şəhriyar, sən çəkirsən, mən seçdirirəm. Hile var burada yoksa yoktur. Yox, nə hiləsi? Değiştirme. Yox, yoxdur. Değiştirme. Dəqiqdir. Heç o mənim ağlıma gəlmirdi. Evet, birinci şalvarlardan başlayaq. Məryəm gözünü yummaq lazımdır. Şəhər sənsən. Evet sen. Tanımadığımı sən necə dəyişmirsən? Həqiqətən. Ha, maşallah bu ilə bomboşqa gözəlsən. Çevir Ay, burayı. utandım öpmə. öpmə görən o. Ay Allah. Aman tamam. Yeri göğü yaradan Allah məni əsob yaradıb. Əsob. Hay Allah. Çevir burayı, Kızım bana çevir attı burayı balaca aşkım. bir yere ki görünmeyeyim. Ay, Gözden nazarımızı. Aşkım çevir bura. Yakından bakma. Arkadaşlar Məryəmə güvənmirəm. Ona görə Məryəmin başına belə bir könək keçirdirik. Tapdığım çözümün ideallığına şaşırıyor. Elə şey yoxdur. Bax, kömək eləməyəsiniz ha ona, indidən deyirəm. Bax Məryəm, gözümü açmırsan, eşitdin? Birinci şalvardan başlayıram. Sağ mı, sol mu? Məryəm, bilmədiyim üçün bilirəm sən solda çaşırsan, bu tərəf sağdır, bu tərəf sol deyə biləsən. Evet Məryəm xanım, sağ mı, sol mu? Sağ.
Evet, birinci seçimini Meryem Hanım etti. Baxın ədəmin. Yo yo. Yo, Əldəydin day ne oldu ki? Meryem Hanım. Bakın uşaqlar, bir tərəfdə mənim pencəyim, bir tərəfdə Meryem Hanımın kendi köynəyim. Bu şəkildə çölə çıxarsan yaxşı qərardır. Boş çönəyinə verəydin də boş pecəcək necə? Pencəyin altından köynək verərəm sən. Sağ mı, sol mu? Yarabbi. Sağ. Sağ. Tamam. Neyse qəşəng bir şeydir. Səsini çıxartmış. Meryem Hanım. Sağ mı, sol mu? Sağ. Tamam. Arkadaşlar, bu Şehriyar'ın ayakkabısıdır. Ay mama. Utussa bunun canı çıkacak. Ay mama gel. Burada Şehriyar'ın ayakkabısı, bu əlim isə Məryəmin ayakkabısı kimi təsəvvür eləyin. Meryem Hanım sağ mı, sol mu? Elə şey yoktu, elə şey yoktu. Çek qabaq əlbi. Ayakkabı da əlimdə. Hayır, sağ, sol. Bu. Bu, sol, tamam. Meryem Hanım öz seçimlerini etti. Hazırsan seçim. Hazırdır. Deməli, şalvar olarak mənim şalvarım. Andit. Allah'ım dostum. Şalvar olarak mənim şalvarım keçdi. Köynək olarak öz köynəyim keçdi. Ayakkabı olarak öz ayakkabın ama çanta olarak bunu tutacaksan. Özde belə tutacaksan. Nasılsın, iyi misin? Heyecan yapıyor. Modlu kız olacak. Heyecan mı yapıyor? Tırnaklarını hepsini Kameraya bakabilir yiyebilirsin. miyim? Kamerana da Bakabilirsin, her bakarsın. şey tam şeffaflık. Tam şeffaf ol. Yani inanıyor musun? Xahiş edirəm Meryem Hanım. Xahiş edirəm çantanızı şöyle tutarsınız tamam. Kartoşka, Yalan patates. yok sesini o tərəfdə elə. Orada bir daha seni aldattı. Evet. Bu zgalçılık yaptın ama. Hayır, kloku burada eşittirdim sonra kestim tərəfə. Evet. Zgalçılık. Meryem Hanım. Kuş oynayacaqsan sən. Məni düşmən çıxır şu an. Onu sen hiç bir adet yoktu. Oynayacaq, oynamayacaq. Yok o oynamayacak. Çünkü o öyle şeyvanıdır. Sen cünübe düştün. Bu oyunu yalnız Mən bu evde şalvar sen olmayacaq, yeriyə oynayabilirdin. bilməyəcəm axı mən. Terbici yeriyesin, kartoşka kabuğu icazı vereceksin, sen yeriyesin. O da yeriyə bilməyəcəm. Yağmur olduğunu yağmur. Sen bu vitte parkta gezdin Şehriyar ama Ne Parkda yox, kim deyib? Ya, Öz həyətimizdə Yok gəzəcəyik. parka aparacağız, Ay, sonra da ne? geleceğiz markete. Marketten çıkıp hala geleceğiz bayram gezintisine, konakta Sıra geleceğiz. verdədir. bu arada onu da deyim ki Şehriyar əmi de oynayacak arkadaşlar. Yo yo oynamıyorum. Onda sən də oynamalısın. Sən də oynamalısın. İndi keç deməli sən paltarlarını, lukuvu yığ bir qırağa yeməyimizi. Bilməz axı bu çıxsın. Əlim olmayacaq, baxın. Mən onun heç bir aidiyyatı yoxdur. Geyləsin. Yo oldu. 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 Biləcəm ki. Oldu ne geç. Özü benim James Bond görünür. İndi karıcıyla giyinirler. Justin Bieber axırıncı Ha. dəfə jurnalistlərə inanamamışım. Onda topuk ayaqqabı geyinəcəm. Ne giyinirsen giyin, öz ayakkabılarından birisi. Tamam, şimdi sıra Rabia Hanımdadır. Bu arada bu lukları yeməyimizi qəşəng yeyəcəyik, geyinib çölə çıxacağıq arkadaşlar. Ay gidiyorsun. Ha. Evet, şimdi sıra Rabia Hanım'da. Rabia Hanım'ın looklarını seçip geliyoruz. Kapat. Benim ben. Yine ben. Sen benden ne istiyorsun? Geri nazar olsun bana. Çevir başlayan da arkadaşlar. Şimdi sıra Rabia Hanım'da. Rabia Hanım'ın ilk öncelikle bir tarafta kendi böyle kelebekli bir köynəyi var. Diğer tarafta ise Əsnadın şu an özünün belə əyninə olmadığı ki. O ne diyeceğin adı? Qısa qalır. Alttan köynək verərəm mən sana, rahat olma. İlk önce sağ mı sol mu? Sağ. Tamam. İlk seçimimizi yaptık. Daha sonra Burada ne diyeceğimi hatırlamıyorum.
Sağ mı, sol mu? Sağ. Sağ mı, sol mu? Benim fikirləşim. Bu çanta arkadaşlar bu arada. Ayta. Hı. Hansı yaxşıdır? Elə. Hə? Yo, ben diyebilmem. Özün seçmelisin. Diyemedin koy. Sol. Tamam. Daha sonra. Öyle de maraqlıydı da. Gözler alakalı. Bulta geldi. Sağ mı, sol mu? Bilmirəm. Seç. Bismillah, bismillah. Gözünü aç bilemiyor bu. Sağ mı, sol mu? Ey, elde yok. Ben. Pıs pıs atma. Mesela sen. Sol. Yo yo. Sağ mı, sol mu? Şu ben de karar verebilirim. Ne ara boyun botu. Nasıl dedin? Çıkarsa bilmirəm da ya. Aa gitti benim. Nerede kulakı sevdiğim? Yo, otur. Teze 3 saniye. Son 3. Bakma yoktu. Bu ne diyor? Bakma yoktu. Tamam tamam. 3, 2, 1, baş. Sağ. Tamam. Atın. Evet. Hayırlı olsun, botları seçtim. Evet, Rabia Hanım öz paltarlarını giyinecek. Orada bəxti gətirdi. Ama çanta olarak bunu takacaksan, bot olarak da onu giyinecek. Evet arkadaşlar. Əslində bildim. Əslində solda əlim bolta dəydiyi üçün bildim sağı keçəcək. Sonra dedim məntiqin işlədə təzədən yenə boltu burada saxlayacaq. O mən sağı seçim. Ama yenə də Evet. Senin daha bana yetişmen için çok düşünmen lazım. Çok. arkadaşlar ne bilir beni cürecekler. Neyse Sen hiç gülmeyeceksin. Sen modunu göreceksin. Yo, bir tane kartuşka kabuğun ele bileceğiyle şey. Zibilliye atmamışsın, kartuşka yensin. Patatesli gibi tanıyacaklar. Da yok Evet. ya. Evet arkadaşlar. Sen seçmişsen mi? Yo sen seçirsen. Ben Sen yok, de ben seç. Sen seçmiyorum. ha, Yo, yo, aşkım. yo, yo, yo. Yok seçeceksin. Öyle bir şey yok Taş ya. kağıt makas. Ha, öyle. Meryem çek bizi. Taş kağıt makas oynuyoruz. Eğer utsan el çekirim senden. Razısan. Taş kağıt makas. 1-0. Utsaydın diye ben Aç kesin bırak. Ne. Uduzdu. Olmaz. Uduzanda. Yine. Hayır ben o bütün şalların giymeliyim. Uduzanda. Ne olur bir tane de şans ver de xahiş edirəm. Ağlamakta yoktu. Yaxşı. 3. Gəlin, baxın belə eləyək. Gözlərinizi yumun ikinizindən mən baxacağım deyəcəm. Ne yaptın? Ha. Taş kağıt makas. Bir. Mal düşüyor. Mal düşüyor birinci ne düşüyor? Şans verdin mi? Yok öyle şans yoktu. Şans Yani, yoktu öyle şans yoktu. Yoktu öyle şans. Şans verdi. Gel bir. Ay aşkım şans verdi. Bir. Bakın. Taş kağıt makas. Ben. Sen uduz tutun. Geç oturun. Yok sen otur. Geç oturun. Sen otur. Geç oturun. Yok oturmuyorum sen oturuyorsun. Bağla kameranı. Uduz da yok. Bağlı kameranı. Əhliyət bəyi oturtdurduq süfrəyə. Deməli, Rabiş, bu arada səndə bot çıxmamışdı, zarafat elədim. Səninlə belə sportivliklə. Bir-iki dənə qərar dəyişdirdik. Arkadaşlar, yağış yağdığı üçün, yəni yağış yağmaya başlayacaq. Ona görə çölə çıxa bilməyəcəyik. Bunlara nə düşübsə, yemək süfrəsini qurduqdan sonra yemək yeyərkən həmin paltarlarla oturub yeyib içəcəklər. Məryəm, sən əlində kartoşka kuloku ilə yemək yeyəsən. Ayından deyim biləsən. Olamaz arkadaşlar. Evet. Bütüşler. Rabiş normal sportivnide olduğu için elə öz gemində oturub yiyib normal yeməyini yiyəcək. Evet. Bugün Rabişdə komik bir şeyler yok. Canını kurtardı ama geldik əsas məsələyə. Babacığım. Şehriyar Bey hazır mısınız?
Hazır mısınız atacağım? Sizə çox incitməyəcəm. Onsuz süfrə başında oturduğumuz üçün 2 dənə seçim verəcəm. Cəmi 2 dəfə seçəcəksiniz. Hazırsan? Hazır. Başla. Babamız hazır Kazanan ben mısınız? oldum. Oynayan ben oldum yani. Yani. Evet. Baxmır o. Yok bakmış. Gözünü yum. Yum. Sağ mı, sol mu? Köynəyi seçirik ilk öncə. Niyə axı? Sağ, tamam. İkincidə Bunu seçeydin hayatım. sağ mı, Sol mu? Evet arkadaşlar bak gör ben seçmişsen Şəhriyar. Buna verir mi? Aşkım giyinərsən. Online mı? Aşkım giyinərsən. Süfrə başında belə oturub yeməyi yeyəcəksən də həyatım. Arkadaşlar Ama alttan öz beni tuzaka yaptılar. Tuzaka sattılar. Ciddi mi? Değil Ama mi? alttan öz köynəyin olacaq. Ben bu videoda tuzak görsem Yoxdur, Tuzak yoktur. Tuzak Rabia'yı Seni kurmuştum. çok seviyoruz. Tuzak Rabia'yı kurmuştum. O da götürdüm onun üstünden tuzakı. Evet, şimdi Babacım ya. ben salata hazırlayayım. Yemekleri zaten süfrəni hazırlayayım. Bunları otuşturacağım bu vəziyyətdə. Of canım makyaj getireydim. Bir tane pomada getireydim. Bir tane de saat getireydim. ne olmuşlar? Biraz pomada Ben sürteydik. senin öyle dedim mi? O sana yardım Onun etmeye. için kaluş getir, onun için başına çepka yedir dedim mi? Aa, pencerenin oturmalı. Ne? Evet, süfrəni hazırlayayım. Yarışmacılarımız da kombinlerini giyinip geliyorlar. Arkadaşlar ben hazırım. Of beni çek. Gözde aşkım. Gel görün bırak. Gel giyin. Arkadaşlar süfremiz hazırdır. Göster. Sos eləmişik. Geçelim burada salatımız, soklarımız, şu ekmeklerimiz. Giyin görək. Ya Allah. Yine yanan ben oldum. Sen pencəyimi cırsan səni qətlə yetirərəm. Evet, dibine girdim. Pencəyimi qətiyyən cırmayasan. Atı biraz karnım var haber. Bağlansın. Aşkım bağlanmır aşkım. Yöner gözlüysen, senden biraz belli olalım. Oturabilirsen. Evet arkadaşlar Şəhriyarı bu videoda Ne gülüyorsun? Buna gülme işi yok. aşkım gör nə qəşəng. Aslında ben kazanmış. Gör nə qəşəng salat eləmişəm. Suxarili, pomidorlu. Zırladı lütfen. Şey kök var içində. Cırmaya pencəyimi döyərəm səni. Rabiş öz formasındadır. Məryəm gəl sənə baxım. Məryəm. Ay sağ ol. Gəl belə əyləş zəhmət olmasa orada. Fuş basmam mı? Bu çıkı bakalım. Aa, bir de şey Bot çıxmamışdı sən. Hə, yekə sumkanı gətir sən də onunla oturasan. Ay ama. Otur. Güzelliğim şaka mı? Hayır değil Bana her maalesef. şey yarışır zaten. Sen de onunla ay sağ ol. Yo qoluma keçir. Qoluma keçir. Gəl əyləş. Şu. Böyle rahatsız yemek mi yenir? Bir dənə baxım sizə. Ay maşallah. Durayım bir moda vereyim. Əllasız. Yürüyeyim bir dakika. Elim Türkçe'de de olur. Şu. İndi əyləşin, qoluma tax onu elə yesin yeməyi. Şəhriyar sən də belə yesən axıra qədər yeməyi. Ya ahıra kadar ne? Aşkım belə çölə çıxartmadığıma şükür elə səni bu videoda. Bax bura. Hatta tırı tutmayı bilmiyorum. Məncə- yanlış yağdı. Məncə bu videoda yemək daha məsləhətlidir. Məryəm şalvarımı batırmaya. Eşitdin məni. Şu, kulok əlindədir, kulokla yeyirsən. Arkadaşlar bu sefer şansını çok sevdim. Məriş, onu yeməyə və sürtməyə, o kuloku zibillikdən çıxartmışam. Allah'ım olsun. Sən qoyma zibillikdən çıxartmışam. Əlindən buraxma uduzarsan. Qurana and olsun zibil kulokun içine atmışdım. Çıxartdım, təmizlədim, verdim sənə. Yəni belə çırpdım, verdim sənə. Ne yaptın yine ucuzum ayma? Sen ucuzdun ama. Hamımız belə oturmalısınız. Oturun. Atsam mı? Yo, atsan səni daha betər vəziyyətdə çölə çıxardaram. Bax, inansan eləyərəm. Ama özü düşün. Tax qoluma. İğrenç yok. Aşkım tax qoluma. Sən də otur. O sattın da bir üstüne lehçe töksün. Tax
Qoluba oturun yeməyimizi yeyin. Mən də yeməyim soyuyur, tez olun. Ay bir dakika narahat olma sana. Mən şəhərliyəm, yemək istəyəm. Yemək yürü. Sağ da diyecektim. Sən tələsmə. Koluma değdi, senin koluna da değdi. Köynəyi ay teşekkür ederim. Rabi kolumu siliyor arkada. Sürtmə də. Otur. Aa. Yeməyə otur. Əyləş yeməyi ye əlində ondan. Sənin köynəyi indi souza batıraram barmağımı. Ha sen açasın yəqin çapıracaksın. Barmağımı batıraram, souza sürtərəm. Ayakları gördüğünde şkafımda da içeri paltar var idi. Arkadaşlar mən bu paltarlarını hə dayanmır. Nəysə. Altında a. Nuş olsun, belə də yeyə bilərsiniz yeməklərimizi. Necədir, rahatsan? Ufuş. Erfuş. Bəli. Biraz alışveriş videosu gəlsin. Gəl paltarları alışveriş. Hə, tökülmüşdü elə. Birinci ləkəli paltarlarımı geyinmədən ləkələdiyim paltarlarımı say. Fakat diyecekti. Hamımız 10 manatımızı kazandık çıktık. Amma izləyicilərimizin evinə yox, tanışlarımızın evinə getdik. İzləyicilərimizin konumu çox gec gəldiyi üçün çata bilmədik. Uzaqdaydı. Həm də uzaqdaydı atılanlar. Biri yazmışdı, Səlyana gələ bilərsiniz bizə papaq atmağa. Mən 1000 manat Ufuş ben verdim. sana şalvarı sıçacağım. Ceynərsin. Tələsmə, gör sən başıma mən nə oynatır. Şimdi yemeğimi rahatlayayım sonra. Yox, qoluba tax, elə ye. Ne bir şey bu Ufuş. Dadlıdır. Salatın da dadına baxas. İlk dəfə idi belə bir salat eləyirdim. Tut. Ben sana hiç söylemezsen yapacağım. Nuş olsun hamınıza. Güncelleyeceğim birazdan bunları. Evet arkadaşlar, axıra qədər süfrədə bunları belə otusturdum, yedizdirdim, içizdirdim. İndi yeməyimiz bitib, əyindən çıxardıblar. Şəhriyar, dar pencə ilə yemək rahat idi. Küstüm sizdən. Niyə? Mən kimi gözəl oğlanı geyindirdiniz pencəyin 30-25. Eyb yox, bu da sənin dərs olsun. Bundan sonra məndən taş kağıt makas Bir tane taş makas. oynayanda ağıllı ol. Neyse arkadaşlar, videomuzu burada sonlandırırıq. Videonu beğendiyse kanala abone olup like atıp yorum yazmayı unutmayın. Maçı gucci.